Herkesten xahiş edirik ki, xəbərə keçmədən öncə videonu bəyənin və rəy bölməsində fikirlərinizi bildirin. Dünyada və ölkədə baş vermiş ən son xəbərləri bizdən izləyin. Bunun üçün kanala abunə olmağı və bildiriş simvolunu açmağı unutmayın. İndidən təşəkkürlər. Salam əziz izləyicilər. Bugün sizə gündəmi silkələyən ən vacib və maraqlı xəbərləri təqdim edirik. Rəcəb Tayyip Ərdoğan müharibə ilə bağlı ən dəqiqə xəbərdarlığı edib, regionda gərginliyin artacağı istisna edilmir. Bu arada İlham Əliyev yeni sərəncam imzalayıb, Azərbaycanda yeni zavodun tikilməsi planlaşdırılır. Nəqliyyat sahəsində isə müsbət yenilik var. Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin olunub. Təəssüf ki, su qovuşan ərazisində mina partlayışı baş verib, xəsarət alan var. Digər tərəfdən, Zaur Əliyevlə yanaşı bir sıra məmurlar vəzifədən kənarlaşdırılıb. Bütün bu və daha çox xəbərləri izləmək üçün bizimlə qalın, ən doğru və operativ məlumatlar burada. Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan Ədalət və İnkişaf Partiyasının qrup toplantısında çıxış edərək Yaxın Şərqdə davam edən müharibə, regional risklər, Türkiyənin mövqeyi və yeni texnologiyalarla bağlı mühüm açıqlamalar verib. Nocoment az xəbər verir ki, Ərdoğan bildirib ki, enerji, nəqliyyat və infrastruktur obyektlərinin hədəf alınması regionda daxili münaqişələrə səbəb olur və bu müharibə bütün bəşəriyyət üçün iqtisadi yük yaradır. O qeyd edib ki, baş verənlərə görə ilk növbədə İsrail məsuliyyət daşıyır və müharibənin genişlənməsi qlobal sülh üçün ciddi təhlükə yaradır. Türkiyə lideri vurğulayıb ki, rəsmi Ankara qan tökülməsinin dayandırılması, silahların susturulması və problemlərin diplomatik yolla həllinin tərəfdarıdır. Onun sözlərinə görə Türkiyə bu prosesi balanslı və rasional şəkildə idarə edir və regionda sülhün bərqərar olması üçün çalışır. Ərdoğan çıxışında Türkiyədə yeni texnoloji mərhələnin başladığını da açıqlayıb. O bildirib ki, Türkiyə artıq 4-5-dən 10 dəfə daha sürətli olan 5 texnologiyasının tətbiqinə başlayıb və bu texnologiya yaxın 2 il ərzində ölkənin bütün ərazisini əhatə edəcək. Prezident çıxışında daxili siyasətə də toxunaraq müxalif CHP-ni sərt tənqid edib və Türkiyənin qlobal gücə çevrilməsi üçün fəaliyyətlərini davam etdirəcəklərini bildirib. Ərdoğan sonda qeyd edib ki, Türkiyənin əsas məqsədi regionda sülhün təmin olunması, qan tökülməsinin qarşısının alınması və ölkənin təhlükəsizliyinin qorunmasıdır. Azərbaycanda kalsinasiya və anod bişirmə zavodu tikiləcək. Oxu24.com xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin bugün imzaladığı Azərbaycanda dağ-mədən metal filizləri və metallurgiya sənayesinin inkişafının təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında sərəncamında bildirilib. Sərəncama əsasən zavodun tikintisini Azərbaycan İnvestisiya Holdingi hazırlanan texniki iqtisadi əsaslandırmaya uyğun olaraq, maliyyələşdirmə mənbələrinin müəyyən olunmasını və aidiyyəti dövlət orqanları, qurumları ilə birlikdə həyata keçirəcək. Bundan başqa metallurgiya məhsullarının rəqabət qabiliyyətinin artırılması məqsədilə enerji və nəqliyyat tariflərinin təkmilləşdirilməsi, zərurət olduğu təqdirdə əlavə torpaq sahəsinin ayrılması və elektrik enerjisinə tələbatın ödənilməsi ilə bağlı tədbirlər görüləcək. Bildirilir ki, ölkədə yaradılacaq Qərb Sənaye Parkı Azərbaycanda dəmir filizi ehtiyatlarının emalını genişləndirməyə və metallurgiya sənayesində dəyər zəncirini dərinləşdirməyə imkan verir. Sərəncama əsasən Daşkəsən və Gədəbəy rayonlarında filiz emalı müəssisələrinin yenilənməsi, habelə işğaldan azad edilmiş ərazilərdə perspektivli yataqların istismara verilməsi dağ-mədən metal filizləri və metallurgiya sənayesinin istehsal və ixrac imkanlarını genişləndirir. Bununla yanaşı, Qərb Sənaye Parkının yaradılması dəmir filizi ehtiyatlarının emalını genişləndirməyə və metallurgiya sənayesində dəyər zəncirini dərinləşdirməyə imkan yaradır. Qeyd olunur ki, mövcud mineral xammal bazasından səmərəli istifadə, hasilat və emal mərhələləri arasında istehsal əlaqələrinin gücləndirilməsi, infrastruktur və logistika qərarlarının uzlaşdırılması, eləcə də dövlət-özəl tərəfdaşlığının genişləndirilməsi istiqamətində əlavə tədbirlərin görülməsi zəruridir. Qlobal iqtisadiyyatda gedən enerji keçidi və yüksək texnologiyaların inkişafı fonunda metallara tələbatın yüksəlməsi bu sahənin strateji əhəmiyyətini daha da artırır. Azərbaycan Respublikasının zəngin mineral ehtiyatları, rəqabət qabiliyyətli enerji təminatı, sənaye təşviqi mexanizmləri və orta dəhliz üzərində yerləşməsi əlaqəli sənaye sahələrinin də dayanıqlı inkişafı üçün əlverişli şərait yaradır, sərəncamda bildirilir.
Azərbaycan Dəmir Yolları EYC sərnişin tələbatını təmin etmək məqsədilə 4 və 5 aprel tarixlərində Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edir. Bu barədə Publika Azza Səhmdar Cəmiyyətindən bildirilib. Bildirilib ki, bu tarixlərdə hər iki istiqamətə səfərlər təşkil ediləcək. Sərnişinlər sözügedən reyslərə biletləri ONI endirimlə dəmiryol kassalarından, ADİ-nin rəsmi saytından və ya AY Mobile tətbiqindən əldə edə bilərlər. Qeyd edək ki, bu istiqamətlər üzrə Bakı-Qazax-Bakı marşrutu ilə də gündəlik səfərlər təşkil olunur. Bu ilin martın 19-da İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi İTİS-də ləğv edilərək səlahiyyətləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə əslən həvalə edilib. Qurumun ləğvindən sonra xeyli sayda yüksək vəzifəli məmur vəzifələrini itiriblər. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədri Zaur Əliyevlə yanaşı, qurumun sədr müavini Nigar Bayramova da vəzifəsiz qalıb. İTİS-də bunlarla yanaşı 10-dan çox yüksək vəzifəli şəxs də vəzifəsini itirib. Tibbi Planlama Departamenti rəhbəri Hikmət İbrahimli, Hüquq Departamenti rəhbəri Aysel İbayeva, Maliyyə Departamentinin rəhbəri Rasim Həsənov, Vətəndaş Müraciətləri və Sənədlərlə İş Departamentinin rəhbəri Ehtiram Mikayılov, Beynəlxalq Əlaqələr Departamentinin rəhbəri Ruslan Abdullayev, İnzibati İdarəetmə Departamentinin rəhbəri Emin Hüseynov, İnformasiya Texnologiyaları Departamentinin rəhbəri Nicat Kərimov, Tibbi Yardımın maya dəyərinin hesablanması xidmətinin rəhbəri Orxan Qəmbərov, Strateji İnkişaf və İqtisadi Təhlil Departamentinin rəhbəri Ramil Muxtarzadə, Marketinq və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Aynurə Əhmədova, İnsan Resurslarının İdarə Edilməsi və İnkişafı Departamentinin rəhbəri Müşfiq Əmircanov, Çağrı Mərkəzi Xidmətinin rəhbəri Nərminə Ramazanova, Tibbi Xidmətlərin Təminatı və Ekspertizası Departamenti Nərgiz Ağayevadır. Ağdərə rayonu ərazisində mina partlayışı hadisəsi baş verib. Publika Az reporta istinadən xəbər verir ki, hadisə rayonun su qovuşan kəndi ərazisində qeydə alınıb. Belə ki, Məhərrəmov Mahir Abdulla oğlu Qulançar yığan zaman piyada əleyhinə minaya düşüb. Daxili İşlər Nazirliyi, Baş Prokurorluq və Mina Təmizləmə Agentliyinin Anama mətbuat xidmətlərinin yaydığı məlumata görə, 1982-ci il təvəllüdlü Ağdərə rayonunun Hacıqərvənd kənd sakini Məhərrəmov Mahir Abdulla oğlu keçmiş təmas xəttində minalardan təmizlənməmiş ərazidə piyada əleyhinə mina partlayışı nəticəsində sağ ayağından xəsarət alıb. Faktla bağlı Tərtər rayon prokurorluğunda araşdırma aparılır. Hər üç qurum bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, mina təhlükəsi işarələrinin göstəricilərinə diqqətlə yanaşmağa, bələd olmadıqları ərazilərə daxil olmamağa, çəpərləmə fəaliyyəti aparılan ərazilərə müdaxilə etməməyə çağırıb.